Salam, hər vaxtınız xeyir. Deməli, bizə deyir ki, bu cəmin 7-yə bölünməsindən alınan qalığı tapın. Bunun üçün, deməli, yollardan biri odur ki, qalıqları hiss-hissə tapaq. Yəni, 2 üstü 5-i yaza bilərəm. 2 üstü 2 vurulsun 2 üstü 3 kimi. Üstəgəl 3 üstü 2 vurulsun 3 üstü 5. Üstəgəl 4 üstü 2 vurulsun 4 üstü 3. Bir dəqiqə, bu 3'dür. İkisi bir yerdə 5 eləsin. Bu da 3'tür. Üstəgəl 5 üstü 2 vurulsun 5 üstü 3. İndi burada alınan qalıqları, yəni ki, elə ki cavabını yazaq. 2 üstü 2 eləyib 4 vurulsun 8. Üstəgəl 9 vurulsun 27. Üstəgəl 16 vurulsun 64. Üstəgəl 25 vurulsun 125. İndi bunları biz 7-yə bölməkdən ötürü alınan qalıqları tapaq. 4'ü 7'ye böləndə ilə qalıq 4 qalır. 8'i 7'ye böləndə qalıq 1. Üstəgəl 9'u 7'ye böləndə 2, 27'ni 7'ye böləndə 21 eləyir, qalıq qalır 6. Üstəgəl 16'nı 7'ye böləndə qalıq qalır 2, 64'ü 7'ye böləndə 7 dəfə 9'un 63 eləyir, qalıq 1 qalır. 25'i 7'ye böləndə 3 düşür, 21 qalıq da qalır 4. Vurulsun 125'i də 7'ye böləndə eləyir 17, qalıq 6. Bərabər. İndi bunları toplayaq. Ya vuraq bir-birinə. 4 üstəgəl 12 üstəgəl 2 üstəgəl 24. Hamısını bir yerdə toplasam 16 üstəgəl 26. 16 ilə də 26 eləyir 42. İndi axırla cavabları 42-ni yəni bölürəm 7-yə bərabərdir 6 və qalıq düşür 0. Deməli, bu ifadə özü 7-yə qalıqsız bölünür. Yəni, qalığı tapın deyirsə, qalığımız olası 0. Bu tapşırığın, deməli, həlli üçün başqa bir variant da var. Onu isə kommentlərdə linkini göstərəcəyim. Hələlik bu qədər. Sağ olun.